Davam edirik. İstanbulda bir neçə qurum tərəfindən səyyar asan xidmət təşkil olunub. Məqsəd Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının sənədlərinin yenilənməsi prosesini asanlaşdırmaqdır. Azərbaycanın İstanbuldakı baş konsulluğunun binasında Türkiyədə yaşayan vətəndaşlarımız üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi məqsədi ilə qəbul təşkil edilib. Türkiyə Azərbaycan üçün digər ölkələrlə fərqi həm də ondadır ki, qarşılıqlı anlaşma əsasında bizim vətəndaşlarımız şəxsiyyət vəsiqəsi ilə həm də səyahət edə bilirlər. Azərbaycandan Türkiyəyə, Türkiyədən Türk vətəndaşları da Azərbaycana öz kimlikləri, şəxsiyyət vəsiqələri ilə gedə bilirlər və buna görə də etibarlıq müddəti bitmiş və ya heç almamış, şəxsiyyət vəsiqəsini heç almamış vətəndaşlarımız üçün bu layihənin həyata keçməsi olduqca vacibdir. Hal-hazırda müşahidələrimiz onu göstərir ki, həddən artıq maraq çoxdur, insanlar axını böyükdür. Ümidvaram ki, bu və digər layihələri məsələ bundan sonra da davam edəcəkdir. Vətəndaşların istifadə etmək istədiyi xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı Baş Konsulluğun rəsmi internet səhifəsində yerləşdirilib. Xüsusi yanaşma oldu ki, ümumiyyətlə şəxsiyyət vəsiqəsinin xaricdə verilməsi nəzərdə tutulmayıbdır. Amma bu bir unikal layihə ondan ibarətdir ki, burada biz 600-dən çox Azərbaycan vətəndaşının sənədini qəbul edəcəyik. Bunun üçün elektron növbə sistemi yaradılmışdır. Bunun üçün rabitə sistemi qurulmuşdur. Bunun üçün xüsusi avadanlıqlar gətirilmişdir və bunun üçün təlim keçmiş əməkdaşlar Azərbaycan Respublikasından Türkiyə Respublikası İstanbul şəhərinə ezam olunmuşdur. Bu təşəbbüs məmnunluğun artırılmasını nəzərə alaraq da həmçində ölkə hüdudların kənarda vətəndaşlarımızın ən zaruri xidmətlərin əlçatanlığını təmin edir. İlk bənzər qəbul 2022-ci ildə Samsun'da keçirilən Teknofest çərçivəsində təşkil edilmişdi. İstanbulda aprelin 3-də başlayan qəbulda isə Türkiyədə yaşayan yüzlərlə Azərbaycan vətəndaşının müraciəti təmin edildi. Səyyar xidmətin yüksək səviyyədə təşkilinin təkcə jurnalist kimi yox, vətəndaş kimi də şahidi oldum. Sürücülük vəsiqənin dəyişdirilməsi ilə bağlı məsələ öz həllini tapdı. Şəxsiyyət vəsiqəsinə sürücülük vəsiqəm yox idi, burada itmişdi. Yəni yaxınlaşdım, sağ olsuna köməklik göstərdilər, həll oldu. 3 gün davam edən qəbul bugün yekunlaşır. Ancaq əldə edilən nəticələr bu təcrübənin müxtəlif bölgələrdə davam edəcəyini şərtləndirir. Vətəndaşlarımız tərəfindən İstanbulda edilən müraciətlərin böyük əksəriyyəti öz həllini tapdı. Analoji xidmət digər xarici ölkələrdə də təşkil ediləcək. Yalçın Tahiroğlu, Allahverdi Məmmədov, Azərbaycan Televiziyasının Türkiyə bürosu, İstanbul.